Dünyada doğulmuş ilk peyğəmbərin Həzrəti Şit olduğunu bilirdiniz. Atası Həzrəti Adəmdən öyrəndiyi elm ilə insanlığa rəhbər olacaqdı. Qabilin nəslinin azğınlığına qarşı mübarizə aparıb ilk dəfə qılınc istifadə edən peyğəmbər olan Həzrəti Şit atasından hər birimizin qulağına sırğa olacaq 5 nəsihət dinləmişdi. İndi isə gəlin onun bu sirli həyatına, arxasında qoyduğu ilahi mirasa və insanlığa işıq tutan nəsihətlərinə birlikdə şahid olaq. Həzrəti Şit. İnsanlığın macərası günümüzdən çox uzun zaman öncə dünyadakı ilk insanlar Həzrəti Həvva və Həzrəti Adəm ilə başlamışdı və onlardan gələn nəsillər artmağa davam eləyirdi. Həzrəti Həvva 20 dəfə doğum etmiş və hər doğumunda da əkiz övlad dünyaya gətirmişdi. Ancaq bu doğumların arasında Həzrəti Adəmlə Həzrəti Həvvanı yasa boğan bir faciə baş verdi. Oğulları Habil və Qabil arasında bir ixtilaf meydana gəldi. Habil və Qabil əkiz bacıları ilə birlikdə doğulmuşdular. Qabilin əkiz bacısı Aklima, Habilin əkiz bacısı isə Lebuda idi. Onlar yetkinlik yaşına çatdıqda Adəm Allahın əmri ilə Habilin Qabilin əkiz bacısı ilə, Qabilin isə Habilin əkiz bacısı ilə evlənməsini istədi. Ancaq atasının bu istəyi Qabilin xoşuna gəlmədi. Çünki o öz əkiz bacısı Aklimanın daha gözəl olduğunu düşünür və onunla evlənmək istəyirdi. Qısqanclıq Qabilin içində get-gedə böyüdü. Atası Adəmin və Allahın əmrinə baxmayaraq Qabil bu qərarı qəbul etmək istəmirdi. Zaman keçdikcə qardaşı Habilə qarşı duyduğu qəzəb onu insanlıq tarixində ilk qətli törətməyə sövq etdi. Qabil qardaşı Habili qətlə yetirərək ilk cinayəti törətdi. Bu hadisə insanlığın dünyada ilk qan töküşü idi. Habilin ölümü Adəm və Həvva üçün təsvir olunmaz bir kədər idi. Habilin ölümündən sonra Adəm və Həvva uzun illər yas tutdular. Ta ki bir gün Allah-u Teala onlara bir təsəlli hədiyyəsi göndərənə qədər. Allah bu müjdəni çatdırmaq üçün mələyi Cəbraili vəzifələndirdi. Gözləri yaşlı Adəm və Həvvanın yanına gələn Cəbrail əleyhissalam onlara yaxın zamanda yeni bir övladlarının olacağını və bu övladın peyğəmbər olacağını müjdələdi. Həzrəti Şit ilk peyğəmbər olacaqdı. Həvva hamilə olduğunu öyrəndiyi an çox maraqlı bir hadisə baş verdi. Həvvanın iki qaşının arasında bir işıq parıldadı. İndi isə gəlin, eşitdiyiniz zaman tüklərinizi biz-biz eləyəcək bu nurun nə olduğunu anlamaq üçün hələ heç bir şeyin yaradılmadığı qədim bir dövrə qısa bir səyahət eləyək. Hələ heç nə yox idi. Nə göylər, nə yer, nə cəhənnəm, nə insanlar, nə də mələklər. Yalnız uca Allah var idi. Sonra Allah yoxdan bir şey yaratmaq istədi. Bir nur. İnsan ağlının dərk eləyə bilməyəcəyi bu varlıq bir müddət qeyb aləmində dolaşaraq parıldamağa davam elədi. Daha sonra Allah ona özünə səcdə etməyi əmr elədi və o da səcdə eləyərək varlığını davam etdirdi. Ardınca Allah məxluqatı yaratmaq istədikdə bu nuru çoxlu hissələrə böldü. Hər bir parçadan fərqli bir şey yaratdı. Bir parçasından lövhü, bir parçasından qələmi, bir başqasından ərşi. Beləcə cənnət, cəhənnəm, göylər, yerlər, mələklər bir-bir yaradılmağa başladı. Məhz bu parçalara bölünən nurlardan biri də milyardlarla il sonra dünyaya gələcək olan Peyğəmbər Həzrəti Məhəmmədin nuru idi. Və bu nur öz sahibinə gələnə qədər uzun bir yol keçməli idi. Hələ ilk insan belə yaradılmamışdı ki, mələklər xüsusi bir çıraq yandıraraq onu ərşin altına asdılar. Və Məhəmməd Peyğəmbərin nurunu həmin çırağa məkan etdilər. Bu nur çox uzun müddət ərzində ərşdə asılı qaldı. Ta ki ilk insan,
Həzrəti Adəm yaradılana qədər. Allah Adəmi yaradanda bu nurun onun iki qaşı arasında yerləşməsini əmr elədi. Adəm gözlərini açanda alnında ulduz kimi parıldayan bu nuru gördü. Beləcə nur öz əsas sahibinə, Həzrəti Məhəmmədə yetişənə qədər peyğəmbərlər arasındakı səyahətinə başlamış oldu. Hər yeni doğulan peyğəmbərlə bir yerdən başqa yerə köçən bu nur gün gəldi və Həzrət Şit peyğəmbərin ana bətninə düşməsi ilə birlikdə Həzrət Adəmin alnından ayrılaraq doğum anına qədər Həzrət Həvvaya keçdi. Cənnətdə gözlərini açmış ilk peyğəmbər Adəmdən sonra bu dəfə də dünyada ilk dəfə bir peyğəmbər doğulacaqdı. Qabilin Habili öldürməsindən 5 il sonra Həzrət Şit dünyaya gəldi. Elə o anda Həvvanın alnında parıldayan nur oradan ayrılaraq Şit əleyhissalama, yəni Adəmlə Həvvanın 21-ci övladının alın nahiyəsinə köçdü. Bu nur əsrlər boyu nəsildən nəslə keçərək son sahibi olan Həzrəti Məhəmmədə qədər çatacaqdı. Həzrəti Şit gözlərini dünyaya açanda onun üzündə gizlənən ilahi bir fərqlilik dərhal hiss olunurdu. Hələ körpə ikən belə Adəmə ən çox bənzəyən sifət onda idi. Elə bil hər halı ilə atasının yolunu davam etdirəcəyini və peyğəmbərlik vəzifəsini sürdürəcəyini müjdələyirdi. Həzrət Adəm bu oğluna Şit adını verdi ki, bu da Allahın hədiyyəsi mənasını daşıyırdı. İllər keçdikcə Şitin üzündəki o fərqlilik daha da aydın görünməyə başladı. O ətrafına qarşı dərin bir sevgi bəsləyir, varoluşun mənasını anlamağa çalışan bir baxışla dünyaya nəzər salırdı. Adəm peyğəmbər oğlunun daxilindəki bu ilahi nuru görərək onu diqqətlə yetişdirməyə qərar verdi. Ona Allahın əmrlərini, yer üzündəki hər şeyin sirrini və varlığın mənasını öyrətməyə başladı. Onların söhbətlərindən biri də gecə ilə gündüzün sirri idi. Adəm oğluna ulduzların altında saatlarla danışardı. Gecənin qaranlığında və gündüzün işığında hansı məxluqatın Allaha necə ibadət etdiyini izah edirdi. Deyirdi ki, oğlum, gecə və gündüz sadəcə iki vaxt deyil. Gecə qaranlığın içində gizlənən sirlərlə doludur. Günəş batanda və qaranlıq dünyanı bürüyəndə hər şey dəyişir. İnsanlar, heyvanlar və bitkilərlə yanaşı onların görə bilmədiyi başqa varlıqlar da peyda olur. İbadət eləyən və Rəbbinə yönələn varlıqlar gecənin səssizliyində dua eləyər, mələklər yer üzünə enər və ulduzlar onlara yol göstərər. Gecənin hər saatı başqa bir ibadət vaxtı, başqa bir qapının açılmasıdır. Ona görə gecəni yalnız yuxu vaxtı hesab eləmə. Gecə Rəbbin hikmətini pıçıldayır və yalnız diqqətlə dinləyənlər bu pıçıltını eşidə bilərlər. Şit peyğəmbər atasının sözlərini heyranlıqla dinləyirdi. Adəm əleyhissalam isə ulduzların o tayına baxaraq daha da sehirli bir tərzdə davam eləyirdi. Gecə həqiqətin gizli üzüdür. İnsan içindəki qaranlıq və aydınlıq ilə gecədə sınanır. Sonra isə sübh vaxtı günəş doğmazdan əvvəlki o sirli an gecə yavaş-yavaş sona çatar və ümid işığı görünər. O an gecənin daşıdığı bütün sirlər təmizlənib yeni günün saflığı ilə əvəzlənir. Gecə ilə başlayan hər şey gündüzün işığında açıqlanır. Gündüz isə gecənin açdığı sirlərin həyata keçdiyi vaxtdır. Günəş doğanda hər canlı oyanır və öz ibadətinə başlayır. Bu dərin hikmətlər Həzrət Şitin qəlbinə işləyir və onu hər gün daha da qüvvətli bir peyğəmbərə çevirirdi. Allah gün gələcək yeri təmizləmək və insanlığın pozulmuş nəslini saflaşdırmaq üçün böyük bir tufan göndərəcəkdi. Adəm əleyhissalam bu böyük tufanı oğluna xəbər vermişdi. Uzun illər keçdi. Adəm əleyhissalam vəfat eləyəcəyini hiss eləyəndə oğlunu yanına çağırdı və dedi: Oğlum,
Məndən sonra bu aləmdə Rəbbinin vəzifəsini təqva ilə davam etdir. Qabil və onun nəsli haqdan uzaqlaşdılar. Mənim bu vəsiyyətimi onlardan gizlət. Çünki onlar doğru yoldan sapdılar. Bu sözlər Həzrət İşitin çiyinlərinə ağır bir məsuliyyət yüklədi. Atasının vəfatından sonra o, yalnız bir övlad deyil, həm də xalqına rəhbər olduğunu hiss eləyirdi. Adəm vəfat etdikdən sonra Şit əleyhissalam öz xalqının başına keçdi. Allah ona 29 səhifəlik vəhy göndərdi. Həzrət Şit bu səhifələri ilahi təlimlərə uyğun olaraq yaşadı və xalqına yol göstərməyə başladı. Onun rəhbərliyi altında cəmaət barış və sevgi içində yaşayırdı. Heç bir yalan, kin və paxıllıq Şitin övladları arasında yer tapa bilmirdi. Əgər onlar and içməli olurdularsa, yalnız Habilin qanı üzərinə and içirdilər. Həzrət Şit özünə miras qalmış peyğəmbərlik nurunu sədaqətlə daşıyırdı. Adəmin vəfatından əvvəl oğlu Şitə onun qövmünün sağlamlığı üçün mühüm bir xəbərdarlıq etmişdi. Qabilin övladları ilə yaxınlaşmayın və onlarla heç vaxt evlənməyin. Buna görə də Habil və onun nəslindən olanlar Həzrət Şit və onun tərəfdarları kimi yüksək və müqəddəs sayılan dağlarda, adətən dərələrdən uzaq, sakit yerlərdə yaşayıblar. Bu, həm mənəvi paçlıqlarını qorumaq, həm də Qabilin pozulmuş nəslindən uzaq durmaq məqsədi daşıyırdı. Digər tərəfdən Qabil və onun nəsli dərələrdə, daha alçaq və məhsuldar torpaqlarda məskunlaşmışdılar. Qabilin uşaqları əxlaqi zəifləmə meyilli həyat sürərək zinaya, içkiyə və əxlaqsızlığa yönəlmişdilər. Bu həyat tərzi dağlarda yaşayan Həzrət Şit və onun nəsli ilə aralarında həm mənəvi, həm də fiziki bir ayrı-seçkilik yaratmışdı. Belə zamanlarda peyğəmbərliyinin tələb etdiyi şəkildə Həzrət Şit Qabilin övladlarına xəbərdarlıqlar elədi və onları Allahın əmrlərinə itaət etməyə dəvət etdi. Lakin onlar Həzrət Şitin çağırışına laqeyd qaldılar. Bu azğınlıqlar Həzrət Şitin qəlbində dərin kədər yaratsa da, o peyğəmbərlik vəzifəsindən heç vaxt vaz keçmədi. Bir gün Qabilin nəsli ilə olan mübarizə savaş halına çevrildi. Bu savaşda dünyada ilk dəfə qılınc işlədildi. Beləliklə, qılıncdan ilk istifadə edən peyğəmbər də Həzrət Şit oldu və azğınlığa qarşı Allahın izni ilə cəsarətlə döyüşdü. Həzrət Şitin ilkləri bununla bitmədi. O, Kəbəni ilk dəfə təmir edən peyğəmbər kimi də tarixə düşdü. Atası Həzrət Adəmin inşa etdiyi müqəddəs binanı daş və palçıqla möhkəmləndirdi və onu daim qorudu. İllər keçdikcə Həzrət Şit yaşlandıqca eyni ilə atasının hiss etdiyi kimi Allahın onu öz yanına çağıracağını hiss etməyə başladı. O zamanlar 912 yaşında idi. Uşaqlarını yanına çağırıb onlara vəsiyyətlər verdi. Qabilin övladları ilə dostluq etməyin və müqəddəs dağdan enməyin. Orada qalın. Bunun üçün Habilin qanı üzərinə and içdirdi. Bu torpaqlar bizim müqəddəs əmanətimizdir, dedi. Bu əmanəti qoruyun və Allahın yolundan ayrılmayın. Ardınca xalqına bərəkət dualar elədi və yerinə oğlu Enuşu qoydu. Həzrət Şit vəfat etdikdə oğlu Enuş onun cəsədini ehtiramla hazırladı. Bədənini xoş qoxularla süslədi. Ailəsi, oğulları və nəvələri onun cənazə namazını qıldılar. Həzrət Şit atası Adəm və anası Həvvanın yanında dəfn edildi. Ondan sonra gələn nəsillər Həzrət Şitin nəsihətlərini və təlimlərini yaşatmağa davam etdilər. Həzrət Adəm vəfat etməzdən qabaq Həzrət Şitə ondan sonra bütün insanlığa yol göstərəcək 5 dərin nəsihət vermişdi. Onlardan birincisi budur: dünyaya daimi bağlanmasınlar. Oğlum, burada qonaq olduqlarını, nəhayət bir gün bu dünyadan ayrılacaqlarını bilsinlər.
Heç bir şeyə, heç bir varlığa, heç bir mal-mülkə əbədiyyət kimi bağlanmasınlar. Bugün hamısını geridə qoyub gedəcəklərini unutmadan yaşasınlar. 2. İnsanlara de ki, başqalarının sözlərini dərhal doğru qəbul etməsinlər. Eşitdiklərini düşünmədən, ölçüb biçmədən, sorğulamadan qəlblərini verməsinlər. Əvvəl yaxşı düşünüb haqqı axtarsınlar. Yalnız bu şəkildə həqiqətə çata bilərlər. 3. Hər işin sonunu yaxşı hesablasınlar. Əgər mən qadağan olunmuş ağacın meyvəsini yeyərkən sonunu düşünsəydim, başıma gələnlər yaşanmazdı. Atdıqları hər addımın, verdikləri hər qərarın ən dərin nəticələrinə qədər düşünmək lazımdır. Bu dünyada etdiklərimiz ardımızda iz buraxır. Bunu unutmadan yaşasınlar. 4. Bir işə başlayarkən içlərində ən kiçik bir narahatlıq və ya istəksizlik varsa, bir daha düşünsünlər, yenidən araşdırsınlar. Əgər könüllərində bir şübhə varsa, o şübhəyə qulaq assınlar. Çünki hər şeyin mahiyyəti insanın qəlbində yatar və insanın qəlbi həqiqətə Çünki hər şeyin mahiyyəti insanın qəlbində yatar. Bu səsi dinləməyi əldən verməsinlər. 5. Əgər bir işin doğruluğunu özləri anlaya bilmirlərsə, müdrik və dürüst olduqlarına inandıqları şəxslərə müraciət eləyib məsləhət almalıdırlar. Həqiqəti axtaranlar hər zaman bilənlərlə istişarə eləyər. Onlardan məsləhət alarlar. İnsan bir qərar verməzdən əvvəl güvəndiklərinin sözünə qulaq asmalıdır. Əgər mən də mələklərlə danışıb işimin sonunu onlardan soruşsaydım, bəlkə də bugün yaşadığım peşmanlığı yaşamazdım. Bu, Həzrət Adəmin bəşəriyyətə buraxmaq istədiyi ən dərin mirası idi. İnsanlıq bu sözləri özünə rəhbər eləsə, dünya bir imtahan yurdu, həyat isə əbədi axtarış və həqiqət yolculuğu olacaq.